Bəli, məsələ ondadır ki, Amerika Birləşmiş Ştatları ilə İran rəsmiləri arasında mümkün görüşlərin keçirilməsi və müxtəlif diplomatik kanallar üzərindən danışıqların aparılmasına dair informasiya, kütləvi informasiya vasitələrində geniş yer almaqdadır və xüsusilə də bu prosesdə Türkiyənin fəallığı gözə çarpır. Təbii ki, Türkiyə ilə yanaşı bu məsələdə Misirin və Qətərin də rolu diqqətdən qaçmır və nəticə etibarilə onu bildirə bilərik ki, bəli, bu məsələdə Türkiyə tərəfi çox intensiv bir təmas prosesindədir. Yəni burada Türkiyənin xarici işləri Xakan Fidanın istər Amerika Birləşmiş Ştatlarına, istərsə də ki, İranın Xarici İşlər Naziri Abbas Araqçı ilə bağlı çox sıx təmasda, intensiv bir telefon danışıqları müstəvisində olduğunu biz bilirik və bu ondan xəbər verir ki, tərəflər arasında bu və digər formada dialoq, müxtəlif kommunikasiya xətləri üzərindən, xüsusilə də diplomatik kanallar vasitəsilə həyata keçirilməkdədir. İndi burada vacib məsələ ondan ibarətdir ki, konkret olaraq masa üzərində Amerika Birləşmiş Ştatlarının çox ciddi şərtləri var və bu şərtlər tək nüvə proqramı ilə məhdudlaşmır. Amma eyni zamanda bu şərtləri ayrı-ayrılıqda müzakirə olunması ilə bağlı bir müsbət bir mövqedə olan İran var, amma İran bəzi şərtləri də kateqorik olaraq qəbul etmək istəmir və hətta onun müzakirə predmeti siyahısından çıxartılmaqla bağlı öz fikrini açıqlamış olur. Amma görünən odur ki, istər nüvə proqramı, istərsə ballistik raketlərdən istifadə, zənginləşdirilmiş uranın həcmi, sonra ölkədə demokratik mühitin bərqərar olması üçün səylərin göstərilməsi, repressiyaların və etiraz hərəkatında iştirak edən şəxslərə qarşı hər hansı bir formada təzyiq siyasətindən uzaqlaşmaq və digər məsələlər, bunlar hamısı müzakirə olunan mövzulardır və indi ilkin mərhələdə belə bir görüşün deməli bu həftənin 5-ci günü, yəni fevralın 6-sında baş tutacağına dair fikir söylənilmişdi. Sonra bildirildi ki, İran tərəfi bu görüşdən imtina edir. Yəni müxtəlif kanallar vasitəsilə yayımlanan məlumatlar bəzi hallarda bir qədər də ziddiyyətlidir, amma burada daha dəqiq şəkildə o fikri söyləmək olar ki, hələlik ki, heç bir tərəf hansısa bir formada hərbi əməliyyatlar aparmaq və ya hərbi müdaxilə etmək niyyətində deyil və maksimum tərəflər çalışır ki, hələlik məsələni daha çox sülh danışıqları vasitəsilə həllinə nail olsun. Amma eynilə də biz görürük ki, burada hərbi potensialın artırılması ilə bağlı istər Amerika Birləşmiş Ştatlarının addımları gözə çarpır, istərsə ki, İranın və burada hər iki tərəfin də özünə məxsus strateji müttəfiqlərin və tərəfdaşların da bu prosesdə iştirakını biz görə bilərik. Xüsusilə də əgər Amerika Birləşmiş Ştatları hər hansı bir formada hərbi əməliyyatlar apararsa, bir neçə dövlətin, İsrailin və bir sıra Avropa ölkələrinin bu prosesdə iştirakı barədə də fikirlər söylənilir. Amma eynilə də biz İranın da ölkənin hərbi potensialının artırılması və təhlükəsizlik sisteminin bərqərar olması istiqamətində üçüncü ölkələrin, digər ölkələrin bu məsələyə dəstək göstərdiyini biz görmüş oluruq. Bu onu bildirir ki, bəli, tərəflər güc nümayiş etdirməklə yanaşı masa ətrafında daha güclü, gücləndirilmiş bir mövqedən çıxış etmək niyyətindədir ki, bu da danışıqların məhz hər bir tərəfin özünə məxsus tərzdə maraqlarını təmin edə biləcək bir şəkildə qərarların
qəbul olunması ilə nəticələnmiş olsun. Hələlik ümumi vəziyyət belədir. Amma nəzərə alsaq ki, hadisələr sürətlə dəyişir və sürətlə dəyişən hadisələrdə eyni zamanda biz yanaşmaların və sərgilənən siyasətin dəyişdiyini də görmüş oluruq.